Salamlayıram, əziz abituriyentlər, əziz 11-lər. Deməli, əslində buraxılış imtahanı artıq bitdi. Buraxılışa bir 40 gün qalmış video çəkmişdik ki, necə hazırlaşmaq lazımdır. Əslində bu bloka necə hazırlaşaq sualı biraz mənasız olur. Çünki hazırlaşır. Əsas məsələ bu son 25 gün, 23 gün, 20 gün. Bu günlər ərzində nə etmək lazımdır? Bu günləri necə səmərəli keçirmək lazımdır? Çalışacağım bununla bağlı bir qısa video çəkim ki, inşallah faydalanarsınız. Yoldaşlar, başlayaq birinci qrupdan və hər birinizə bu istənilən qrupla bağlıdır ki, uşaqlar, çalışın sınaq qrupları hərfən üzrə, yəni bir ay qalıbda onsuz da xərclədiyinizi hazırlıqlara xərcləyirsiniz. Sınaq qrupları varsa, əgər ehtiyac duyursunuzsa, məncə təkrar üçün bu əsas riyaziyyat olsun, tarix olsun, fizika olsun, bu tip fənlər, kimya olsun, yəni uzun bir proqramı olan fənlər üçün sürət qrupları bu 25 gündə, həmçinin biz sadəcə bu 25 gün nəzərdə tutmuruq. Bu ikinci cəhdə də hazırlaşanda sizə kömək olacaq. Əsas 2 dənə layihədir. Həqiqətən bax bu layihələr Azərbaycan abituriyentləri üçün repetitor səviyyəsində çox gözəl 2 dənə layihədir. Başlayaq birinci qrupdan yoldaşlar. Birinci qrupda bilirsiniz ki, 2 dənə alt qrup var. Riyaziyyat informatika və riyaziyyat kimya. Yeni çıxmış qaydalara əsasən artıq riyaziyyat informatikadan imtahan verənlər riyaziyyat kimyadan, kimya alt qrupundan imtahan verə bilmir və yaxud da əksi ola bilər. İlk öncə başlayaq riyaziyyat kimya alt qrupundan ki, burada 3 fənndən imtahan veriləcək: riyaziyyat, fizika və kimya. Praktiki fənlərdir hər biri, yəni çox nəzəriyyə yönümlü deyil də. Məsələn, bir ədəbiyyat kimi yox. Daha çox test, məsələ, bu tip məsələlərdir. Lakin burada kimya, birinci qrupun kimyası 4-cü qrupla müqayisədə daha çox praktiki misallar düşür. Lakin burada daha düşür burada. Amma mən əsas sizə bu 25 gündə nələr çoxlu çalışın, Telegramdan olsun, YouTube'dan olsun və yaxud da başqa bu qoşulduğunuz sınaq qrupu olsun, sürət qrupları olsun. Buradakı çoxlu sınaqlar var. Bu sınaqları çalışın, işləyin. Riyaziyyatdan situasiyaya önəm verin. İsbatlar çox işləyin bu şeydə. Çünki mən bilirəm ki, çox abituriyent bu isbatlara və sair vaxt ayırmır. Ona görə mən məsləhət görərdim ki, isbat və sair çox işləyin. Çoxlu həndəsə və həndəsə suallarına baxın. İndi belə bir şey var. Bunu indi ikinci qrupa gələndə deyəcəm. İndi gəlin baxaq. Həmçinin bal ortalaması olacaq burada 350-dir. Minimal yığın ki, normal bir yerə düşəsiz. Təbii ki, daha çox. Mən sizə minimum hədd qoyuram. Riyaziyyat informatika alt qrupu bu il üçün çox necə desək, rəqabəti bol olan bir alt qrup olacaq. Riyaziyyat informatikadan çoxlu çalışın, sınaqlar, informatikanı yaxşı öyrənin ki, bu gələcəkdə informasiya təhlükəsizliyi ixtisasına gedən ki, kompüter elmləri, kompüter mühəndisliyi, proseslərin avtomatlandırılması, informatika müəllimliyi, riyaziyyat informatika müəllimliyi, bu tip sahələrdə sizə çox kömək olsun. Yəni birinci qrupda rəqabət yaxşı olacaq, amma ballarda o qədər də kəskin bir artış gözlənilmir. Həmçinin isə ballarla da bağlı az məlumatlar verdim. Mən deyirəm ki, yəni çoxlu test işləyin qardaş. İnformatikanın ki, riyaziyyatın ki, fizikanın ki, hamısı testdir, məsələdir. Çoxlu sınaq işləyin, toplunu təkrar işləyin, güvən işləyin, hədəf işləyin. Sonra 1000 dənə test vəsaiti var. Valla, hamısında çox şükür elektron versiyaları var. Alın və yaxud da elektron versiyada işləyin. Demək, bu birinci qrup. Birinci qrup gözəl qrupdur. Hal-hazırda dövrün tələbini ödəyən qrupdur. Hal-hazırda texnologiya dövrü, müasir dövrün tələbini ödəyən qrup birinci qrupun fənləri və yaxud da ixtisaslardır. Gəldik ikinci qrupa. İkinci qrup çox adamın
yanlış anladığı bir qrupdur. İlkin öncə bunu deyim ki, çox adam elə başa düşür ki, 150 bal toplayacaq və qəbul olacaq. Belə bir şey yoxdur. Düzdür. Bal limiti digərlərinə nisbətdə azdır, nisbət olaraq azdır. Amma və lakin ikinci qrup çox gözəl qrupdur. Həm fənlər cəhətdən, həmçinin də ixtisaslar ixtisas genişliyi, universitetlər, yəni məsələn atıram bir ixtisas bir çox universitetdə var, həm özəl olsun, həm dövlət olsun. İkinci qrup gözəl qrupdur. İkinci qrupda riyaziyyatdır, coğrafiyada tarixdir. Bilirsiniz ki, riyaziyyat verir 150 bal, coğrafiya verir 150 bal, tarix isə burada verir 100 bal. Riyaziyyat birinci qrupa nisbətdə daha çox vaxt alacaq. Daha vaxt alan suallar olacaq. Vaxt alan səbəbi nədir? Deməli uşaqlar, birinci qrupda bilirsiniz ki, ona görə deyirəm ki, birinci qrupdaşlar da 2-yə və s. 1-ə baxsınlar. Birinci qrupda riyaziyyatdır, fizikadır, kimyadır. Üçü də necə deyim, məsələ yönümlü, üçü də nəsə həll yönümlü suallar olan fənlərdir. Amma burada nədir? Coğrafiyadır. Coğrafiyada düz məsələ və s. var. Amma və lakin yəni fizika bir kimya qədər deyil. Tarixdə heç, yəni tarixdə elə bir şey, məsələ misal həlli yoxdur. Ona görə burada əsas bu yükü götürür nə? Riyaziyyat. Riyaziyyat götürdüyündən daha çox vaxt alan suallar olacaq birinci qrupa nisbət, amma çətinlik səviyyələri demək olar ki, eyni olacaq. Coğrafiya. Coğrafiyadan çalışın uşaqlar, sınaq qrupuna qoşulun. Qrupuna qoşulmursunuzsa belə özünüz üçün bir sınaq qrupu yaradın. Bu nədir? Girin Telegrama, qardaş, Telegramda coğrafiya və yaxud da abituriyentlər üçün, sırf ikinci qruplar üçün qəşəng qruplar var. O qruplarda olan sınaqları götürün, bu 25 gün, 1 ay ərzində işləyin. Mən ən çox bu 25 gün, 1 ay istənilən fənə aiddir bu. Son illərin 2019-dan 2018-dən olan qəbul suallarını işləyin və yaxud da bu ilin keçən il OTK suallarını, güvən suallarını işləyin ki, sizin üçün orada sual tiplərini artıq tanış olasınız və sualı görəndə tanıyasınız. Bu həqiqətən imtahanda ən gözəl avantajlardan biri ki, sən sualı artıq tanıyırsan. Orada bilirsən ki, sən necə allada bilər, hansı söz allada bilər, hansı söz allatmaya bilər və s. Tarixi 1 ay təkrar edin. Düzdür, tarix sınaq lazımdır. Bu heç istənilən fəndə sınaq lazımdır. Amma tarix elə bir fəndir ki, tarix təkrarsunudur. Ona görə tarixi bir ay yeni dövrü xüsusilə yeni dövr suallarını 1850-dən sonranı və s. təkrar edin. Tarixdən haqqında məlumatım var deyə belə də spesifik məlumatlar verə bilirəm. Keçək mənim öz oxuduğum qrup, amma çox da sevmədiyim bir qrupdur. Yəni fənn olaraq sevirdim, amma bəzi sıxışdırmalar var 3-cü qrupda. Gəlin 2-ci qrupla da bal təxminimizi deyək. Minimal 250 deməyəcəm, artıq 250 çox şeydir. 270 bal minimal, toplayın 100 plus blok olsa möhtəşəm. O olar. Keçək 3-cü qrup. 3-cü qrup pedaqoji bir qrupdur. Yəni burada biraz oyan-buyan eləsəz, yəni hüquq və ya dövlət ictimai münasibətlər olmasa müəllim olasınız. Burada da var DT və TC alt qrupları. Deməli burada elə bir şey yoxdur ki, DT-yə girən TC-yə girə bilmir və s. belə şey yoxdur. TC-də 2 ixtisas var, region şünaslıq və beynəlxalq münasibətlər. Təbii ki, yay aylarında mən bir-iki dənə ixtisaslarla bağlı video çəkəcəm. Hələ günü bu gün ehtiyac yoxdur. Hələ bir görək buraxılış imtahanı necə olacaq, hələ görək plan yerləri necə olacaq, statistika necə olacaq, keçən illə bu il və yaxud da digər illərin müqayisəsi necə olacaq. İlk öncə biz bunları bilməliyik, ondan sonra ixtisas seçimində bir şeylər deyək. Yoxsa indidən valla o növbəyə düzülmək və s. şeydir. Mən nömrəmi qoyacağım bura, yəni L-da yazarsınız. L-nın axırı avqustun əvvəli kim məndən eləmək istəyər yazar, onda baxarıq məsələlərə. Amma indidən valla belə bu canfəşanlığa düşməyin bir mənası yoxdur mənim fikrimcə. Deməli yoldaşlar, Azərbaycan dilidir, tarix də ədəbiyyatdır. Burada təbii ki, istənilən qrup üçün sınaq çox önəmlidir.
Burada əsasən Azərbaycan dilindən çoxlu sual işləmək lazımdır ki, Azərbaycan dilindən artıq sualları tanıyasan. Tarix ikinci qrupa nisbətdə daha çətin düşəcək. Tarixdən mən deyim ki, 22 sual xronologiya ilə bağlı ola bilər və olacaq da 20 sual, 21 sual, 17, 18 sual xronologiya təkrar eləyin. Bir ay intensiv təkrar, yeni dövrün təkrarı, ədəbiyyatda əsərin təhlillərini, şeirin təhlillərini, obrazlar. Mən hətta belə bir məsləhət görə bilərdim ki, ədəbiyyatdan əsərləri yenidən oxuyun. Yaradıcılığa çox fikir verməyin, amma mən yenə də əsərləri oxuyun. Son 2-3 gün qalmışsa oxuyun nəzəriyyə hissəsini və ədəbiyyatı belə eləyin. Burada bal təbii ki, yüksək olacaq, çünki 3000 keçən ilə nisbətdə 3000 daha çox adam müraciət eləyib. Bal ortalaması da keçən ilə demək olar ki, eynidir. Buna görə də yoldaşlar, nə etmək lazımdır? Yaxşı bal toplamaq lazımdır ki, nəticə ürəkaçan olsun və ürəkaçan nəticəyə görə də ixtisasları seçək. Burada isə yenə deyirəm 350 bal əsasən olmalıdır ki, 350-dən yuxarı olmalıdır ki, yaxşı ixtisas, yaxşı universitetdə seçilsin. Bir də ixtisas seçimi elədiyiniz zaman universitetə yox. Təbii ki, universitetə baxılmalı, ilkin mərhələdə ixtisasa uyğun ixtisas, adi ixtisas seçimidir, universitet seçimi deyil. Bu da belə. 4-cü qrup kimya, biologiya, fizika, 4-cü qrup həkimlərimizin qrupudur və yaxud da biologiya müəllimi, kimya müəllimi olacaq şəxslərin qrupudur. Kimya burada çoxlu test nümunəsi işlənsin. Nəyə görə? 1-ci qrupda nəzəriyyə yönümlü suallar çox olduğundan 4-cü qrupda nə olacaq? Test yönümlü suallar çox olacaq, test yönümlü. Biologiya burada əsas fəndir. Biologiyanı yaxşı oxuyun, çünki biologiya sizə universitetdə lazım olacaq. Çünki universitetdə necə ki, mən bayaqlar informatikanı deyirəm, burada indi alacaq biologiyanı deyirəm, güvən, toplu suallarına yenidən baxılsın, əsasən də güvən və toplu ki, digər hədəf məzəf bunları da baxmaq olar. Təkrar yenə öz yerində, fizika, nəzəri təkrar eləyin. Necə ki, 1-ci qrupda dediyim o praktiki suallar çoxdursa, burada isə nəzəri suallar çox olacaq. Uşaqlar, indidən valla çox da deməyək, bayaqlar dedik onsuz da ixtisas seçimə bağlı hal-hazırdakı münasibətimi. Əgər gələcəkdə ixtisas seçiminə yazılmaq istəsəz, indi də yazıla bilərsiniz, amma yəni mən çox da bir şey deyil də, yəni bir necə deyim, mahiyyət kəsb eləmir. 051 318 99 21 nömrəsinə yaza bilərsiniz. Xidmət təbii ki, ödənişlidir. Yəni bala uyğun ən yaxşı seçimi çalışacağam ki, eləyim. Yəni keçən il bu il, yəni 2 illikdə bu sahədə müəyyən təcrübələrim var. Yəni son 25 gündə indi gəlin son bir çek eləyək. Əsas məsələlər nə idi? İlk öncə təkrar, yəni proqramı konkret şəkildə bu gündən özünüz üçün proqram qurun və buna uyğun təkrar eləyin. İndi ümumi nümunələr göstərirəm. Sınaq, çoxlu sınaq işləyin və sürətli. Əgər self-study eləmək istəyirsə, sürətli YouTube-la təkrar edin, mövzunun izahına bax. Yəni, əgər təkrar edirsənsə, oxu, sınaq, işlə, bax, belə bir şey olsun. Belə bir getdi təkrardan sınağa, belə. Yəni, yoldaşlar, belə əsas bu şey. Əgər mentor və s. kömək olanda sürət qruplarına qoşulun. Sürət qruplarında təbii ki, müəllimin qurduğu sxemlə daha sxematik şəkildə gedəcəksiniz və çox yoldaşa tövsiyə eləyirəm ki, əgər bu şeydə son zəncə, mon zəncə düzdür, vaxt ayırmaq lazımdır, amma çox başınız qarışmasın və ikinci cəhd imtahanına bu dediyim qaydalarla hazırlaşın. Hər birinizə uğurlar. Uğurlar. Sağ olun, salamat.